Gəlin birlikdə Banunun çəkdiyi heykəllərə baxaq. Banu hansı heykəldir? Diana. Neçə müddətə çəkmişdin, yadında qalıb? 200 dərsə falan bitirmişdim deyəsən. Tamam dəqiq yüzləri yadımda deyil, amma 200. Neçə bal verirsiniz Dianaya? Hansı heykəldir? Bunun adını bilmirəm, amma bu imtahan heykəli deyil. Bu natürmortdandır, düz demirəm. Bunu natürmortdan çəkib, bunu amma telefonundan Pinterestdən şəkli yükləmişdi. Pinterestdən çəkib. Bəli, akademik heykəldir. Səhv etmirəmsə bunun adı Sokrates olmalıdır. Səhvim varsa düzəldin. Qatimelaşka Banunun ən məşhur heykəllərindən biri. Bunda aşağı hissəni bəyənməmişdiniz. Qeyd etmişdiniz ki, Qatimelanda alt hissə belə olmur. Bəli, belə olmur, daha incə olur. Amma qeyd edim ki, bu natürmortdan deyil. Pinterestdən şəkil yükləmişdi və telefondan baxaraq çəkmişdi. Realda Qatimelanın alt hissəsi baxın belə olur, daha incə olur. Biz bunu bilirik, əziz izləyicilər. Buna görə link yazmağınıza ehtiyac yoxdur. Bu natürmortdandır. Bəli, bunu ilk heykəlidir. Ən çətinini çəkməyi cəhd eləmişdi. Banu çətinliyi sevir, risk etməyi sevir. Ona görə mən təklif elədim ki, gəl Oktavian Avqustdan başlayaq çəkməyə. Amma dedi ki, mən demək yox, ən çətini hansıdırsa onu çəkəcəm. Və ilk heykəlidir. Neçə bal verirsiniz bunlara? Tam səmimi olun, zəhmət olmasa. Bunu da telefondan çəkmirsən. Düzdür. Bunu hətta Banu arxasını, Banunun biraz ideyaları çox kreativdir. Onun hal-hazırda albomuna baxa bilərsiniz. Baxın, çox fərqli, düşüncəli bir qızdır. Şəkilləri belə qarışıq formada etməyi çox sevir. Bunu istəyirdi, amma mən icazə vermədim ki, eləməyək də. Bunu əziyyət çəkmirsən, hər xırda detayla işləmirsən. Bu belə qalsın. Başqa bir heykəl çəkərsən, onun üzərində eləyərsən.